Qərbi Azərbaycan kəndləri. Saral kəndi. Kənd Loru Pəmbək mahalında rayon mərkəzi olan Hamamlıdan 7 kilometr şərqdə yerləşib. Etnotoponim Sarala adlı Hun-Türk tayfasının adından götürülüb. Azərbaycanlıların yaşadıkları başqa yerlərdə də bu adla bağlı yaşayış məntəqələri olub. Bəzi mənbələrdə Loru Pəmbək mahalının Saral kəndinin 10-12-ci əsrlərdə salındığı göstərilir. Bu yurdun qədimliyini qazıntılar zamanı aşkarlanan əşyalar və qəbir daşlarının üzərindəki yazılar da sübut edir. 20-ci yüzilliyin əvvəllərində xaricdən köçürülən ermənilərin böyük qismi geniş ərazilərimizdə, o cümlədən Saralda yerləşdiriliblər. Bundan sonra Azərbaycanlıların öz doğma torpaqlarında sıxışdırılmasına başlandı. 1919-cu ilin axırlarında təpədən dırnağa qədər silahlanmış daşnaqlar, soydaşlarımızın yaşadıkları əksər kəndlər kimi bu abad yurdu da viran qoyublar. Kəndin sağ qalan əhalisi qaçqın düşüb. Yalnız bir neçə il sonra sakinlərdən bəziləri geri qayıda bilib. Onlar yenidən burada yurd yuva quraraq dağıdılmış kəndi dirçəldiblər. 1988-ci ilin noyabrında bilavasitə Ermənistan hökumətinin göstərişi ilə Saral kəndinin sakinləri son nəfərinə qədər doğma yurd yuvalarından deportasiya olunublar. O zaman erməni vandalları Həmzəçimən kəndinə gedən qaçqın əhaliyə basqın edərək 18 nəfəri qətlə yetiriblər. Bundan sonra ermənilər kəndin adını dəyişib Xaçaqpur qoyublar. Qərbi Azərbaycan kəndləri.